Əziz qardaşım, hörmətli Cumhurbaşqanı, hörmətli qonaqlar, xanımlar və cənablar. İlk növbədə, əziz qardaşım, sizi Azərbaycanda səmimiyyətlə salamlayıram. Azərbaycana, vətəninizə xoş gəlmişsiniz. Sizi Cumhurbaşqanı seçkilərində qazandığınız qələbə münasibəti ilə bir daha təbrik etmək istəyirəm. Şadam ki, bu qələbədən 2 həftə sonra siz Azərbaycana dövlət səfərinə gəlmişsiniz. Seçkilərdə sizin qələbəniz 20 ildən çox müddət ərzində apardığınız siyasətin Türkiyə xalqı tərəfindən yüksək qiymətləndirilməsindən bəhs edir, bunun təzahürüdür. Sizin liderliyinizlə qardaş Türkiyə böyük və şərəfli yol keçmişdir. Dünya çapında böyük güc mərkəzinə çevrilmişdir. Və istər xarici siyasət sahəsində, istər daxili siyasət sahəsində apardığınız siyasət Türkiyə xalqı tərəfindən yüksək qiymətləndirilir və sizin qələbəniz Azərbaycan xalqını da çox mutlu etmişdir. Əminəm ki, bu seçkilərdən sonra Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri qarşısında yeni imkanlar, yeni üfüqlər açılır. Bugün biz sizinlə həm görülmüş işlərə yekun vurduq, eyni zamanda növbəti illərdə görüləcək işlər haqqında geniş fikir mübadiləsi apardıq, həm təkbətək görüş zamanı, həm heyətlərin iştirakı ilə apardığımız danışıqlar bir daha bizim ortaq niyyətimizi ifadə edir. Yəni, bütün əldə edilmiş uğurların təməlində Türkiyə və Azərbaycan arasında olan qardaşlıq əlaqələri dayanır. 2 gündən sonra biz Şuşa bəyannaməsinin 2-ci il dönümünü qeyd edəcəyik. Şuşa bəyannaməsi tarixi anlaşmadır. Bu anlaşma nəticəsində Türkiyə və Azərbaycan rəsmən müttəfiqlər oldu. Əslində, faktiki olaraq biz uzun illər müttəfiqlər kimi fəaliyyət göstərirdik. Ancaq Şuşa bəyannaməsi bunu rəsmi sənədə çevirdi və bu sənədin Şuşada imzalanması təbii ki, rəmzi xarakter daşıyır. Çünki Şuşa Qarabağın tacıdır və Şuşanın işğaldan azad olunması 2-ci Qarabağ müharibəsinin son nöqtəsini qoymuşdur. Fürsətdən istifadə edərək Azərbaycan xalqı adından sizə və qardaş Türkiyəyə 2-ci Qarabağ savaşı dönəmində bizə göstərdiyiniz qardaşlıq dəstəyinə görə, mənəvi və siyasi dəstəyə görə bir daha təşəkkürümü bildirmək istəyirəm. Bugün müzakirə olunan məsələlər arasında təbii ki, gələcək bizim işbirliyi proqramımızdır. Bütün sahələrdə konkret proqramlar əsasında işlər gedir. İlk növbədə xarici siyasət sahəsində bundan sonra da Türkiyə və Azərbaycan vahid mövqedən çıxış edəcək. Bizim xarici siyasətlə əlaqədar apardığımız birgə fəaliyyət bölgə üçün də çox böyük önəm daşıyır və o cümlədən bölgənin inkişafı, sabitliyi və güvənliyi nöqteyi nəzərdən Türkiyə-Azərbaycan birliyi faktoru çox önəmlidir. Bugün eyni zamanda müdafiə sahəsində və müdafiə sənayesi sahəsində gələcək planlar haqqında danışdıq. Məmnuniyyətlə qeyd olundu ki, bu il 16 birgə hərbi tədbiqat keçiriləcəkdir. Onlardan 6-sı artıq keçirilmişdir. Mən 2-ci Qarabağ müharibəsindən sonra demişdim ki, Azərbaycan ordusu Türkiyə modeli əsasında bundan sonra inkişaf edəcək və biz bunu indi əyani şəkildə görürük.
və bu dəstəyə görə də sizə özəlliklə təşəkkürümü bildirmək istəyirəm. Bugünkü dünyada güc faktoru ön plana çıxır. Əfsuslar olsun ki, uluslararası hüquq çalışmır. Biz bunu 30 illik işğal dönəmində görmüşdük və aparılan müzakirələr, danışıqlar heç bir nəticəyə gətirib çıxarmadı və nəticəyə gətirib çıxaran bizim gücümüz oldu. Ona görə bundan sonra da birgə fəaliyyət istiqamətində aparılacaq işlər bizim gücümüzü daha da artıracaq həm bölgədə, həm dünyada. Məmnunluq hissi ilə qeyd elədik ki, ticarət dövriyyəsi sürətlə artır və artıq 6 milyard dollara yaxınlaşıbdır və gələcəkdə daha da artacaq, çünki birgə həyata keçirəcəyimiz projelər bunu təmin edəcək. Xüsusilə enerji sahəsində Azərbaycandan Türkiyə təbii qazın ixracı artmaqdadır. İldən ilə artır və bugün biz razılığa gəldik ki, bundan sonra da artacaq. Bununla paralel olaraq Türkiyə üzərindən Avropa ölkələrinə Azərbaycan qaz ixracı artmaqdadır. Buna da böyük tələbat var. Və enerji sahəsində bizim işimiz təbii qaz məsələsi ilə məhdudlaşmır. Biz bugün yenilənən, yəni bərpa olunan enerji növləri üzrə əməkdaşlıq haqqında fikir mübadiləsi apardıq və bugün həm qaz, həm neft məhsulları, neft-kimya məhsulları, elektrik enerjisi məsələlərində biz fəal əməkdaşlıq edirik. Təbii ki, hər dəfə görüşəndə biz nəqliyyat məsələlərini də geniş müzakirə edirik. İndiki geosiyasi şəraitdə orta koridorun önəmi daha da artır. Azərbaycan üzərindən, yəni Xəzər dənizi üzərindən gedən yüklərin həcmi ildən ilə artmaqdadır və daha da artacaq. Ona görə biz Azərbaycanda öz nəqliyyat və logistika imkanlarımızı genişləndiririk. Bakı dəniz limanının imkanlarını 25 milyon tona genişləndiririk. Dəmir yolu, gəmi qayırma zavodu və digər nəqliyyat infrastrukturu ən müasir səviyyə gətirib çıxarılır. Biz eyni zamanda Zəngəzur koridorunun tezliklə açılması haqqında fikir mübadiləsi apardıq. Bu məsələni müzakirə etdik. Zəngəzur dəhlizinin açılması qaçılmazdır. Nə qədər tez olsa, o qədər yaxşıdır. Hər halda biz bu istiqamətdə öz səylərimizi artıracağıq və bu koridorun açılması bütün ölkələr üçün yeni imkanlar açacaq və bölgədə işbirliyi məsələlərinə də müsbət təsir göstərəcəkdir. Müzakirə olunan məsələlərdən biri də təhsillə bağlıdır, yəni eğitim sahəsi ilə bağlıdır. Türkiyə-Azərbaycan Birgə Universitetinin yaradılması istiqamətində danışıqlar indi son mərhələdədir. Biz çox ümid edirik ki, yaxın gələcəkdə, yaxın aylarda bu məsələdə öz həllini tapacaq və bizim qardaşlıq münasibətlərimizə daha bir töhfə veriləcəkdir. Bir sözlə, bütün bu qeyd etdiyim və digər məsələlər, çünki gündəliyimiz kifayət qədər genişdir, məsələlərlə bağlı fikir birliyi var, vəhdət mövqe var, belə də olmalıdır. Türkiyə-Azərbaycan birliyi xalqlarımız üçün önəmlidir, bölgə üçün, Türk dünyası üçün önəmlidir. Əminəm ki, gələcək illərdə bu birlik daha da güclənəcək və bizi yeni uğurlar, yeni qələbələr gözləyir. Bir daha əziz qardaşım, gəldiyinizə görə təşəkkür edirəm və vətəninizə xoş gəlmişsiniz.